Salam əziz həmvətənlərimiz, Ali Heydər Az İnformasiya Agentliyinin rəhbəri olaraq beynəlxalq hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru İsmail Zalov Moskva şəhərində sizləri salamlayıram. Bəli, biz bunu fəxrlə söyləyirik. Fəxrlə də qeyd edirik. Azərbaycan dövlətinin, dövlət təhlükəsizliyinin peşə bayramı münasibəti ilə başda rəis Əli Nağıyev olmaqla hər bir dövlət təhlükəsizliyinin əməkdaşlarını peşə bayramı münasibəti ilə səmimi qəlbdən, ürəkdən təbrik edirik. Onlara can sağlığı, uzun ömür, gözəl bu peşə sahibliyinə nail olaraq Azərbaycan dövlətinə, dövlətçiliyinə xidmət edirlər. Bəli, Azərbaycan dövləti, dövlət təhlükəsizlik xidmətinin hər bir əməkdaşı peşəkarlıqla dövlətinə, dövlətçiliyinə xidmət edir. Azərbaycan dövlətinin onurğa üstunudur. Azərbaycan dövlət təhlükəsizliyi xidməti. Bəli, bunu da vurğulamalıyam ki, bu şəxsi mənim fikrimdir ki, Məmməd müəllim ki, dövlət təhlükəsizliyinin Əli Nağıyevin dövlət təhlükəsizliyinə ehtiyacı yoxdur. Ancaq dövlət təhlükəsizliyinin Əli Nağıyevə, cənab rəisə ehtiyacı vardır. Biz Azərbaycan vətəndaşı olaraq Azərbaycan dövlətimizlə də fəxr edirik. Bir daha da Azərbaycan Respublikasının dövlət təhlükəsizliyinin peşə bayramı münasibəti ilə səmimi qəlbdən, ürəkdən təbrik edirik. Buyurun Məmməd müəllim, siz də bir fikrinizi bildirərdiniz. Azərbaycan Respublikasının Baş Prokurorunun polkovniki, Cambridge Üniversitesinin doktorantı Məmməd Əliyev. Bizim 2 həftəlik ezamiyə müddətimizə düşdüyü üçün Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin peşə bayramını xarici ölkədən təbrik edirəm. Mən Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti təkcə Azərbaycan dövlətinin təhlükəsizliyinədir, cavabdeh olmaqla bərabər eyni zamanda sabitliyini də, inkişafını da qoruyur. Hətta mən də Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərliyi başda olmaqla görünməyən cəbhədə xidmət aparan hər bir əməkdaşını bu peşə bayramı gününün münasibəti ilə təbrik edirəm, uğurlar arzu edirəm. Bilirsiniz Məmməd müəllim, üzr istəyirəm, siz yaşda böyüksünüz. Bunu mən şəxsən fəxrlə söyləyirəm ki, bir Azərbaycan Respublikasının vətəndaşı olaraq ki, azad olunan torpaqlarımızda bugün Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti Şuşamızda, Xankəndində, Qarabağda, ümumi azad olunan torpaqlarda Azərbaycan Respublikasının dövlət təhlükəsizliyinin şöbələri açılaraq orada da yüksək səviyyədə 3 rəngli müqəddəs bayrağımızın altında xidmətlərini tamamilə doğru. Bilirsiniz, biz bunu da unutmalı deyirik ki, Azərbaycan Respublikamızın prezidenti cənab İlham Əliyev xalqının yanındadır, millətinin yanındadır, dövlətinə sədaqətlə xidmət edir. Biz vətəndaşlar da olaraq, xalq olaraq Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Heydər oğlunun yanındadır. Bugün mənim dahi ulu öndər Heydər Əliyevin ruhu şaddır ki, Şuşamız azad olunub, Qarabağımız azad olunub. Eşq olsun müqəddəs Azərbaycan dövlətimizə. Bir daha da Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarını səmimi qəlbdən peşə bayramı münasibətilə təbrik edirik Moskva şəhərində. Uğurlar arzu edirik.